Əlizadə. Yan qırmızı vərəqə göstərir. Qarabağ futbolçuları bir növ hücumları var. Təzyiqi var və yaxud da ki, etirazı var. Belə də deyə bilərik. Başın başı hakiminə. Qarabağ televiziyonası, məşqlər heyəti, Zalqanzalı da orada, hər kəs orada. Və əks tərəfə baxaq, digər tərəfdə isə Sabah qələbəni qeyd edir. Final biletinin sevincini yaşayır. Böyük ehtimalla həmin epizodda məsafənin yaxın olmasına görə hakim penalti qərarını qəbul etmədi, amma hər az bir şərh verməyəcəm epizodla bağlı. Baxırıq biz, bizə təqdim olunur. Top kamyon duranda. Bax, burada top Yeltosiniçin əlinə dəydi. Gözlədilər vardan gələn qərarı. Sona qədər qərarın penalti olması isə böyük ehtimalla məsafənin yaxın olmasına dair idi. Başqa bu vəziyyətdə hər az bir izah verməyi də doğru olmazdı. Və əl də daha yaxın idi. Əl yəni açılmış, bədəni genişləndirilmiş Veysada da deyildi. Bir daha baxaq. Yenə də son qərarı baxsın, hakimləri verdilər. Hər az bir şərh bildirməyəcəm bu epizodla bağlı, amma inanılmaz hadisələr yaşanır hazırda. Musaq Qurbanov Qarabağ televiziyonası epizoda öz ağırlı telefonları vasitəsindən baxırlar və bu da Qurbanov reaksiyası. Şərhsiz, amma meydanda yaşananlar böyük təəssüflə qeyd edəcəm. Hazırda Qarabağ futbolçularını saxlamaq mümkün deyil. Toral Bayram hətta ara qarışdı orada. Yox. Cənablar, belə olmaz. Təəssüf. Böyük təəssüflə gedilməliyəm. Belə gözəl oyunun sonunda, Johnny Montaigne doğru sakitləşdirilmək mümkün değildi. Bu oyun çox danışılacaq. Bu da Yankovic'in qırmızı vərəqə aldığı epizod hakimə etirazı. Əvvəlcə sarı vərəqə göstərilir. Etirazına görə etiraz dalğası, etiraz səsi yüksəlir. Ardından qırmızı vərəqəyə dəyişilir o sarı vərəqə. İkinci sarı, qırmızı vərəqə. Amma Yankovic üçün bu anda 4 dənə, 5 dənə sarı və qırmızı vərəqə olsaydı bu üçün heç şey dəyişməyəcəkdir. Çünki qərarla razı deyil, verilən qərarı həzm eləmir Qarabağ futbolçuları. Hətta orada yaşananlar hazırda dəyərli tamaşaçılar çox böyük təəssüf ilə qeyd edəcəm. Stadion dəhlizinə gedən yolda Qarabağ futbolçularını sakitləşdirmək mümkün deyil. İzləməyə çalışıram. Sabah futbolçular da bu anda bu qələbəni qeyd eləməyə də bir qədər sanki ehtiyat edirlər, çəkinirlər. Tam şəkildə də bu qələbəni qeyd eləmir iki tərəf Sabah komandasında. Futbolçulardan söhbət gedir. Bir tərəfdə böyük məyusluq və Dambrauska Sabahın baş məşqçisi gəlir. Bir görüşür Qarabağ futbolçularına. Təbii ki, Dambrauskasa qarşı hər hansı bir etiraz da yoxdur. Onda qarşı hər hansı bir reaksiya yoxdur. Hakimlərlə bağlı məsələ Qarabağ futbolçularından yaşanır hazırda. Və meydanın mərkəzinin daha bir gözəl hadisə. Elə rejissorumuz Elçin Mehbalıyev sanki ürəyimi oxudu. Mateo Silva, Aleksey Isayev, keçmiş komanda yoldaşları Aleksey Isayev onları bağrına basır. Futbolçularla bağlı, futbolçuların arasında hər hansı bir gərginlik yoxdur. Onlar qalib tərəf məğlub tərəfə keçmiş olsun deyir, məğlub tərəf qalib tərəfi təbrik edir. Bu gözəl mənzərədir, bu gözəl görüntülərdir.